Herkes Sambus'ta kanalıma videomu hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Videoyu geçmişten ve kanalda destek olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Hem için dostlar Telegram kanalımızın linki şeylerde paylaşacağım. Burada seninle ve kriptovalutalar hakkında məlumatlar, alış-satış siqnalları, airdroplar, həmçinin daha neçə şəxsi analizlər və xəbərlər paylaşıram. Hər birisi gözləyirəm. Linki şərhlərdə olacaq və müzakirə qrupumuzda var ki, burada qoşularaq deməli suallar verə bilərsiniz. Həm mənim, həm də izləyicilərimin paylaşımlarına tanış ola bilərsiniz, məsləhətlər ala bilərsiniz və s. Gəlin videoya keçək dostlar. Bugünkü videoda deməli keçən həftə sonu belə bir post paylaşmışdım ki, hər həftə bir neçə səhmi analiz edəcəm və özümün investisiya etdiyim, həm də sizə etdiklərim fundamental və texniki analiz olaraq qısa şəkildə videolar hazırlayacağım və siz də sağ olun postu dəyərləndirdiniz və bir neçə səhm araşdırmamı istədiniz. Bugün birinci səhmdən Xanado Quantum Technology şirkətinin analizi ilə qarşınızdayım. Və siz də əgər istəsəniz Telegram kanalıma gələ bilərsiniz və burada postun şərhinə və yaxud müzakirə bölməsinə yaza bilərsiniz. Gəlin keçək. Səhmimizin şirkətimizin adı Xanado Quantum Technology Limited şirkətdir. Şirkətimiz kuantum texnologiyası üzərindədir. Kuantum texnologiyasının hal-hazırda bazar dəyəri hardasa 60-70 milyard dollardır ümumi bazar dəyəri, yəni bu şirkətlərin. Bu şirkətlər kuantum texnologiyası üzərində olan şirkətlər hal-hazırda çox aşağı pullar qazansalar da çox dəhşətli şəkildə pullar xərcləyirlər dostlar. Yəni bir çox sektorun bəlkə toplamından daha çox pullar xərclənir bu sektora. Həm böyük şirkətlər, məsələn, böyük korporasiyalarda Nvidia-dır, Google-dur, Amazon-dur. Bu şirkətlər də böyük pullar xərcləyir kuantum texnologiyasına. Həmçinin kiçik şirkətlər də böyük maliyyələşmə hesabına böyük yatırımlar edirlər kuantum texnologiyasına. Deməli, şirkətimiz Xanado Quantum Technology-dir. Nasdaq-da listinq olunur, dəyəri 13 dollardır və ümumi zamanda gəlirdə görünür və son 6 ayda da gördüyünüz kimi 7 dollardan 40 dollara qədər yüksəliş eləyib. Şirkət ümumi baxsaq, deməli maliyyə hesabatından da baxırıq ki, şirkət yeni yaranıb, yəni 2020, daha doğrusu yeni birjaya girib. Nasdaq 2025-ci ildə daxil olub və hal-hazırda böyük zərərlər içərisindədir. Lakin maliyyə bölməsindən də baxırıq ki, şirkətin kəşi, yəni nağd pul ehtiyatı yüksəkdir. Yəni uzun vədədə 200 milyondan daha çox nağd ehtiyatı var. Daha doğrusu borcları daha aşağıdır və görürük ki, 3 aylıqda da deməli daha çox pul xərcləməyinə rəğmən pul tapa bilir və bunu hardasa davam etdirə bilir. Düzdür, bu risklidir. İndi risklərindən danışacağıq. Məsələn, FK oranı 126-dır. Yəni bunu gördüksə, deməli şirkət həddən artıq dəyərlənib. Dostlar, hətta sizə deyim, burada 126 görsənir, bəzi mənbələrdə 1000-dən çox görsənir. Daha doğrusu price to sale-ı 1000-dən çox görsənir. FK səviyyəsi 126-dır. Yəni şirkət həddən artıq dəyərlənib. Bu pisdir şirkətə görə. Gördüyünüz kimi 16 may, yəni adi bir Nasdaq düşüşündə düzəltməsi də 10% yaxın itki yaşanıb. Təbii o qədər də ürək açan bir şey deyil. Başqa nə görürük? Görürük ki, bütün səhmlər xalqa açıqdır, bütün səhmləri satıblar və demək olar şirkət sahibində belə səhm yoxdur, yəni o dərəcədə. Və bazar dəyəri 588 milyon dollardır, amma şirkətin gəlirlərinə baxırıq, illik gəliri cəmi 4 milyondur, aylıq gəlirləri də hardasa 2-3 milyondur və düzdür, hardasa artan temp başlayıb, lakin o qədər də, yəni xərclər həddən artdı, o zaman fundamentalda baxacağıq. Dediyim kimi şirkət çox dəyərlənib texniki olaraq, yəni texniki vəziyyətində çox dəyərlənib və hal-hazırda o qədər də yatırım etmək münasib deyil. Nə vaxt yatırım edə bilərik? Hardasa 7 dollar civarlarına yenidən qayıdacaq böyük ehtimal. Yəni bu civarlarda yatırım edə bilərik. O da yatırım etmək və yaxud etmək sizin qərarınızdır. Çünki bu şirkətlər çox gec pul qazandırırlar və uzun müddət xərcləri yüksək olur, gəlirlərindən qat-qat yüksək olur. Yəni pul tapa bilməsələr delusiya riski yaranır. Delusion riski, yəni səhm daha deməli bölünmə edə bilirlər, səhm satışı edə bilirlər. Yəni səhmlərin sayını artırırlar və nəticədə bir səhmdara daha az səhm düşür və nəticədə dəyəri azalır səhmlər. Belə keçək texniki, daha doğrusu fundamental analizinə. Mən bu fundamental vəziyyətini çıxartmışam. Araşdırma edib. Xanado Quantum Limited hazırda kvant hesablama sektorundadır, kuantum texnologiyası üzərindədir. Amma potensial olaraq ən böyük gəlir gətirə biləcək şirkətlərdəndir. Yəni belə bir maraqlı məqam da var ki, bu şirkət kuantum şirkətləri arasında, kvant texnologiya şirkətləri arasında çox gəlir gətirə biləcək potensialdadır. Yəni demək olar liderdir bu gəlir gətirəcək potensialına görə digər şirkətlərə nisbətən. Şirkət əsasən fotonik quantum computing texnologiyası üzərində işləyir. Yəni kvant kompüterlərini fotonlarla qurmağa çalışır. Bu yanaşmanın üstünlüyü odur ki, bəzi rəqiblərdən fərqli olaraq çox aşağı temperatur tələb etmir və uzun müddətli miqyaslanma potensialı yüksək sayılır. Bu müsbət bir kvant texnologiyasına görə şirkətin əsas fəaliyyəti
Quant Computer Hardware hazırlayır, yəni sərt həllər hazırlayır, deməli kvant kompüterləri üçün. Penline adlı open source kvant proqram platformasını yaradıb, cloud üzərində kvant hesablama xidmətləri təqdim edir. Üstəgəl kvantum kombinasiyasına fokuslanır, yəni süni intellektlə kvant texnologiyasının birlikdəliyini hazırlayıb, birlikdəlik nəticəsində işləməsi prosesini hazırlayıb. Şirkətin əsas məqsədi fault tolerant və tam miqyaslanan bilən kvant kompüteri yaratmaqdır. Sir Christian Velbrook'dur, CEO-sudur və 2029-30-cu illərdə bu kompüterin deməli yaratmağı planlaşdırır tam olaraq. Fundamental analizinə tam olaraq gəldikdə bayaq məzmunu danışırdım. Gəlirlərində belədir. 2023-də tam gəlir, yəni bu xalis gəlir deyil, ümumi gəlirdir. 2,48 milyon 24-cü ildə düşüb 1 milyona, 1,5 milyona. 2025-ci ildə isə 4,6 milyona qalxıb. Bu yaxşıdır. 24-25-ci illər arasında gəlir 190% artıb. Amma problem var ki, burada deməli dediyim kimi bu şirkətin bazar dəyəri 529 milyon səhv etmirəmsə, yəni 500 milyondan çoxdur. Lakin gəlirləri 1-2 milyon, 3-4 milyon, yəni pisdir təbii olaraq. Valuation dediyim kimi FK səviyyəsi şişib, yəni dəyəri çoxdur, çox dəyərlənib, həddən artıq. Hətta preslə söyləyim, 1000-dən çox dəyərlənib, bunu burada görəcəyik. Çox zərəri var. 2025-ci ildə ümumi il üzrə 70 milyondursa, 2026-cı ilin 1-ci rübündə 20 milyon zərəri var. Yəni belə davam edirsə ortalama 20 milyondan 2026-cı ildə illik olaraq 80 milyon zərəri olacaq bu şirkətin. Düzdür, pul tapsa zərər fərq eləmir, lakin pul tapmaq lazımdır yəni. Bu şirkət hələ də mənfəət etmir və yaxın illərdə etməsi çətin görünür. Əsasən 29-cu ildə gəlir gətirməsi gözlənilir. Yəni dediyim kimi ümumi olaraq kvant texnologiyası üzərində işləyən şirkətlər hal-hazırda ancaq texnoloji xərcləri var. 29-cu illərdə hardasa zərərlərini örtən şəkildə gəlir gətirmələr gözlənilir. Çox böyük R&D xərcləri var, yəni texnoloji xərcləri yüksəkdir. Texnologiya üzərində ciddi işləyirlər, lakin kəşf bölümü yüksəkdir, yəni daha çox pul yandırırlar. Maliyyə sağlamlığı, kəşf vəziyyəti hələ ki pis deyil, 272 milyon dollarlıq bir nağd pulları var. Borc səviyyəsi də pis deyil, yəni risk altında deyil. Dediyim kimi, Prestosyon 1000-dən çoxdur, bu çox pis həddən artıqdır. Yəni böyük süni intellekt şirkətləri, böyük çip istehsalı və s. şirkətlər 20-40 arasındadır, lakin bu gəlir gətirməməsinə baxmayaraq 1000-dən çoxdur. Bu pisdir. Deməli, investorlar gələcəkdə inanılmaz böyümə gözləyirlər. Əgər şirkət uğursuz olarsa, səhim bata bilər qısası. Güclü tərəfləri budur, texnoloji fərqlilik, fotonik kvantum çox perspektivli hesab olunur. Əməkdaşlıqları var şirkətin AMD ilə, Lockheed Martin-lə, Telusla. AMD bildiyimiz ABŞ texnologiya şirkəti, Lockheed Martin də sənaye texnologiya şirkətidir. Daha doğrusu texnologiya daha azdır. Əsasən müdafiə sənayesi şirkətidir. Həm də təməlli korporasiyalardandır. Telus da həmçinin texnologiya şirkətidir. Kanada hökuməti 285 milyon dollara qədər bir pul ayırmağı düşünür bu şirkətə. Quantum texnologiya sektoru dediyim kimi 2035-ci ilə qədər 80 milyard dollara çatacağı gözlənilir. Hal-hazırda təxmini bayaq da dediyim rəqəmlərdədir. Risklər həddən artıq dəyərlənib. Valuation riski var. Profit yoxdur, gəlir yoxdur. Şirkət kommersiyalaşma mərhələsində deyil, yəni satışa keçməyib və sektor çox spekulyatívdir, yəni ki, çox oynaqdır. Hərdən yaxşı bir şeylər baş verir, hərdən pis şeylər baş verir. Yəni müharibələr və s. də buna təsir edir. Delusion riski var. Belə. Yəni şirkətimizin sürətli şəkildə fundamentalını danışdım. Videonun biraz deməli sürətini aşağı salıb da baxa bilərsiniz diqqətlə. Şirkətə hal-hazırda yatırım etməyi məsləhət görmürəm. Çünki 7 dollar daha münasibdir mənə görə yatırım etmək üçün. Çünki şirkət risklidir yəni. Çox dəyərlənib, gəlir gətirmir. 29-cu ildə gəlir gətirməsi gözlənilir. Günlük bu video bu qədər. Ümid edirəm maraqlı oldu. Siz hansı təhmini analiz etməyimi istəyirsinizsə şərhlərdə yaza bilərsiniz və ya Telegram kanalıma gəlib orada yaza bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.